Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Bugün 9 aprel 2023-cü ildə keçirilmiş 9-cu sinif buraxılış imtahan suallarının izahına baxırıq. Keçək birinci sualımıza. Demək, nə deyir bizə? Çevrənin uzunluğu 24 pi olarsa radiusunu tapın. Uşaqlar, çevrənin uzunluq düsturu 2 pi r-dir. 2 pi r 24 pi-yə bərabərdirsə, r-i tapmaq üçün 24 pi-ni 2 pi-yə bölməliyik. Bu da bizə verir 12-ni. Doğru cavab B variantı. İkinci sualda A1 verilib, A2 verilib. Oxşar üçbucaqlardan birinin perimetri P1 60 olarsa P2-ni tapın. Əgər üçbucaqlar oxşardırsa, onların tərəflərinin nisbəti ilə perimetrlərinin nisbəti eyni olur. Yəni 12-nin 16-ya olan nisbəti P1-in, yəni 60-ın P2-yə olan nisbətinə bərabərdir. 12 ilə 16 4-ə ixtisar gedir. Aşağıda qalır 4, yuxarıda qalır 3. 3 ilə 60 ixtisar gedir 20, burada da qalır 1. Çarpaz vursaq P2 bərabər olacaq 4 vur 20, yəni 80. Doğru cavabımız A variantı. Üçüncü sual. X çıx P, Y bərabərdir 4 funksiyasının qrafiki -1, -5 nöqtəsindən keçərsə P-ni tapın. Götürürük yerinə qoyuruq uşaqlar. X-in yerinə -1, -1 çıxılsın. Y-in də yerinə -5 qoysaq, mənfilər birləşir, olur müsbət 5. 5P bərabərdir 4. 5P bərabərdir. -1 4-ün yanına keçsə olur 5. P də bərabər olur 1-ə. Doğru cavabımız 3-cü sualda 1. 4-cü suala keçirik. A ilə B natural ədədlər çoxluğuna daxildir. Bu hasil 23 olarsa AB hasilini tapın. Uşaqlar, bu hasil 23-dürsə, 23 sadə ədəddir. Ancaq 1 və 23-ün hasili 23-ü verə bilər. A çıxılsın B-ni 1 götürürük. A üstə gəlsin B-ni isə 23 olaraq götürürük. Buradan alırıq bir dənə sistem tənlik. Tərəf-tərəfə toplasaq, A, daha doğrusu 2A bərabər olacaq 24-ə, A da bərabər olacaq 12-yə. A 12-dirsə, B-mizi də tapırıq 11. 12-ni də 11-ə vuranda doğru cavabımız eləyir 132. 5-ci sual. 0,2, yox, 0, bu nə deyir? Ədədlərindən istifadə etməklə yazıla bilən 2 rəqəmli ədədlərin cəmini tapın. 0, 2, 5 ədədlərindən istifadə etməklə yazıla bilən 2 rəqəmli ədədlərin cəmini tapın. Təbii ki, burada 2 rəqəmli ədədləri yazanda, yazaq 2 ilə başlayanları yazaq, 0 ilə başlayan olmaz təbii ki də. 20 plus 25, 2 ilə başlayanlar bitdi. İstifadə etməklə yazıla bilən. Rəqəmlər təkrarlanmayan dediyinə görə biz 22-ni də yaza bilərik. Sonra gəlirəm 5 ilə başlayan 50, 52 və 55. 20, 20, 20 toplasaq 60, 5, 2, 67, 50, 50, 50, 150, 157, 157. 67 və 157-ni toplasaq 210, 14, 224 olacaq bizim cavabımız. Keçirik növbəti sualımız 6-cı sual. Tənliyin kökləri hasilini tapın deyir. Uşaqlar, tənliyin kökləri hasilini tapmaq üçün bu tənliyin köklərini tapırıq. Birinci x-i 0-a bərabər eləyirik. Bu olur 1 kökü. X çıxılsın kök altında 5 də 0-a bərabər eləyirik. Bu olur x bərabər olur kök altında 5. Bu da olur ikinci kök. Köklərindən biri 0-dır. Biri kök altında 5-dir. Bunların da hasili təbii ki edəcək 0. Keçirik 7-ci suala. C-nin qiyməti 2 verilib, ifadənin qiymətini tapaq. İfadə 3C plus vurub açsaq 6 minus 2C. 3C-dən 2C çıxanda C plus 6. C-nin də yerinə qoysaq 2, 2-nin də üzərinə 6 gələndə doğru cavabımız olur 8. Hər hansısa bir səhvə yol vermədik. 6 çıxılsın 2C, 1C plus 6, C-nin də yerinə 2 qoyuruq. Aha, keçək növbəti sualımıza. 8-ci sualımıza deyir, mərtəbələr arasında 20 pilləkən var. 1-ci mərtəbə ilə 8-ci arasında cəmi neçə pilləkən var? 1-ci mərtəbə ilə 8-ci arasında cəmi neçə pilləkən var? Uşaqlar, 7 dənə mərtəbə var 1-ci ilə 8-ci arasında. 7 mərtəbə və hər mərtəbədə 20 pilləkən olduğuna görə 7 vurulsun 20 bərabərdir 140 pilləkən olacaq. 9-cu sualımız. Sahəsi 320 kvadrat santimetr olan paraleloqramın uzunluğu 16 olarsa ona çəkilən hündürlük. Uşaqlar, paraleloqramın sahəsi AH düsturu ilə tapılır. Yəni tərəf və ona çəkilən hündürlük. 16-nı H-a vuranda 320 eləyirsə, H-a tapmaq üçün 320-ni bölürük 16-ya. Bu da verir bizə 20 cavabını. 9-cu sualımızın cavabı 20. 10-cu sual. Tənliyinin kökündən 10 vahid olan ədədi tapın. 10 vahid böyükmü deyir, kiçikmi deyir, baxaq. Tənliyin kökünü hesablasaq 15 plus x bərabər olacaq çarpaz vuranda 20-yə.
X da bərabər olacaq 5-ə. X 5-dir. 10 vahid böyük olan ədədi düşünsək, cavabımız 15 olacaq. 11-ci sualda yolun 40% düzənliyi, 26% dağ, qalan 102 kilometr çay kəndidir. Dağ neçə kilometr? Uşaqlar 40% düzənliyi, 26% dağdırsa 66% düzənlik və dağa getdi. Geriyə qalır 66-dan sonra 34%. 34% də qalandır və bu qalan 34% 102 kilometrdir. Bizə nəyi soruşur? Dağ. Dağ 26%dir. 26%. Mən 34 deyib bura 33 yazıram. 34. 26%-də nə qədərdir onu soruşur. X tənasüb qrup həll edirik. Çarpaz vursaq 26 vurulsun 102 bölünsün 34. 102 ilə 34 ixtisar gedir 3 dəfə. 1. 3-ü də 26-ya vururuq. X-umuz olur 78. 78 olur bizim doğru cavabımız. Keçirik 12-ci sualımıza. İfadənin qiymətini hesablayır. Uşaqlar, köklər eyni dərəcə olduğuna görə mən onu bir kökün altında yazıb, kökün altındakı ifadələri vura bilərəm. 6 minus kök 20-ni 6 plus kök 20-yə vuranda müxtəsər vurma düsturudur. A minus B-ni A plus B-yə vururuq. Bu olur 6-nın kvadratı, yəni 36 çıxılsın. Kök altda 20-nin kvadratı. Kök altda 20-nin kvadratı da eləyir 20. 36-dan 20 çıxanda qalır 16. Kök altında 4-cü dərəcədən 16. Yəni nəyi 4 dəfə öz-özünə vuranda 16 eləyir? 2-ni. Doğru cavabımız olur 2. Keçirəm 13-cü sualımız. X-dan alfa çıxanda 120, X-dan beta çıxanda 110, X-dan gamma çıxanda 100, X-i tapın. Uşaqlar, bu şəkildə, bumerang şəklində alfa plus beta plus gamma X-a bərabərdir. Bu 3 ifadəni toplasam tərəf-tərəfə x minus alfa, x minus beta, x minus gamma olacaq 3x minus alfa minus beta minus gamma bərabərdir 120, 100, 100. Daha doğrusu 110 və 100. 120, 110, 100. 330. 330 etdi bunun cavabı. Baxın uşaqlar, alfa, beta, gammadan mənfini mötərizə xaricinə çıxartsam, qalacaq alfa plus beta plus gamma. Bu da x-i verir bizə. Yəni 3x minus x bərabərdir 330-a. Buradan 2x bərabər olur 330-a, x da bərabər olur 165-ə. 13-cü sualda doğru cavab olur 165. 14-cü suala keçək. Bu üç bucaq bərabər yanlı üç bucaqdır. Təpə bucağı əgər 46 dərəcədirsə, oturacağı bitişik bucaqları tapmaq üçün 180-dən çıxırıq 46-nı. Qalır 134 dərəcə. 134 dərəcəni bölürük 2-yə, qalır 67 dərəcə. Yəni burada 67 dərəcədir, burada 67 dərəcədir. Uşaqlar, bu üç bucağın 67 xarici bucağıdır. Üç bucağın bir xarici bucağı özünə qonşu olmayan daxili bucaqların cəminə bərabərdir. Yəni bu 27-dirsə, o zaman bu olacaq 40 dərəcə. Doğru cavabımız olur 40. 15-ci sual. Kitabın 400 səhifəsi var. 4də 3-ü oxunmuş olarsa nə qədər oxunmamış qalıb? Oxunmamış uşaqlar 4də 1 hissədir. Çünki 4də 3-ü oxunub. Və 400 səhifəli kitabın 4də 1-ni tapmaq üçün 4-ə bölüb 1-ə vururuq. Bu da bizə verir 100 səhifə. Keçək 16-cı suala. N verilib, M verilib K çoxluqlardan hansı digərinin alt çoxluğudur? 29, 39 N-in içərisində olduğuna görə elə yazırıq ki, K N-in alt çoxluğudur. Belə. Nə deyir? A-nı tapın. 6-nı mötərizə xaricinə çıxartsaq, x çıx y, x plus y alarıq. Demək ki, elə x çıx y, x plus y bundan eynidirsə, A-nın yerində dayanan ədəd elə 6 imiş. Doğru cavab 6. Keçək 18-ci sualımıza. Bərabərsizliyi neçə tam həlli var? Bərabərsizliyi həll eləsək, belə həll eləyirik. 2x plus 5 kiçikdir 9 yazırıq bir dəfə. Bunu həll eləyirik. 2x kiçikdir 4-dən, x kiçikdir 2-dən. Bir dəfə də 2x plus 5 böyükdür mənfi 9 yazırıq. Bunu həll eləyirik. 2x böyükdür mənfi 9-dan çıxırıq 5-i mənfi 14. Deməli, x böyükdür mənfi 7. Mənfi 7-dən böyük 2-dən kiçik ədədlərin sayı lazımdır bizə. Demək, mənfi 6, mənfi 5, mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0 və müsbət 1. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə ədəd var. 8 dənə tam həlli var. 19. Ölçüləri 8 tam %25 və 4 olan 8, 25 və 4 olan paralelipipedin həcmini tapın. Həcmi tapmaq üçün də 3 verilmiş xətti ölçünü bir-birinə vururuq. 8 vur 25 vur 4. 4-ü 25-ə 100, 100-ü də 8-ə vuranda 800 doğru cavabımız olur.
20-ci sual. Tənliyi ilə verilən çevrənin diametrini tapın. Uşaqlar, çevrənin tənliyi x minus a-nın kvadratı plus y minus b-nin kvadratı bərabərdir r-in kvadratıdır. Burada da mərkəzimiz olur 0, 3 nöqtəsində və radiusumuz olur 49, 7-nin kvadratı olduğuna görə radiusumuz olur 7. Əgər radius 7-dirsə, diametrimiz də 14-ə bərabərdir. İfadəni sadələşdirək. Məxrəclər eyni olduğuna görə olduğu kimi qalır məxrəclər. Surətləri hesablayırıq. 4m minus 3 minus m plus 2 plus 1 bərabərdir. 4m-dən m çıxırıq, qalır 3m. Mənfi 3-ün üzərinə 2 gəlirik, mənfi 1 üzərinə də 1 gəlirik, 0, 3m bölünsün 6m, m-lər ixtisar gedir, qalır 2-də 1, yəni 0,5 doğru cavabımız. Keçirik 22-ci suala. Bərabər yanlı trapesiyanın orta xətti 6-dır. Bir dənə bərabər yanlı trapesiya çəksək. Orta xətti 6-dır. Diagonal oturacaqla 30 dərəcəli bucaq əmələ gətirir. Bu bizim diagonalımız. Oturacaqla 30 dərəcəli bucaq əmələ gətirir. İti bucağı da 60 dərəcə. Əgər iti bucağı 60 dərəcədirsə, burada 60 dərəcədir, elə burada özü 60 dərəcədir və 30-60-dan buranın 90 dərəcə olduğunu artıq tuturuq. Perimetrini soruşur bizdən. Uşaqlar, 30 dərəcəli, burada nə deyir bir dəqiqə, orta xətti 6-ya bərabərdir. Burada demək neyinirik? Diagonal 30 dərəcəli bucaq əmələ gətirir, iti bucağı da 60. Perimetr. Uşaqlar, baxın, bu bucaq 30-dursa, burada 30 dərəcədir də. O zaman burada 30 dərəcədir. Bura niyə 30 dərəcə? Çünki daxili çarpaz bucaqlardır. O zaman bu bərabər yanlı üçbucaq olur, bərabər yanlı. O zaman bura x-dırsa, burada x olur. Avtomatik bərabər yanlı trapesiya olduğuna görə burada x olur. Və 30 dərəcəli bucağın qarşısına dayanan katet betonuzun yarısına bərabər olduğuna görə burada 2x olur. Və bizə deyir ki, orta xətt 6-dır. Orta xətt 6-dırsa x plus 2x, yəni oturacaqların cəminin yarısı 6-ya bərabərdir. Çarpaz vursaq 3x bərabər olacaq 12-yə, x də bərabər olacaq 4-ə. Perimetr istəyirsə bunların hamısının cəmi 2x, x, 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 3x, 5x. 5x, x də 4-dür, 5-i vururuq 4-ə, olur bizdə 20. Doğru cavabımız olacaq 20. 23-cü suala keçək. 2 zər atılır, birinci zərin xalının 2-dən 1 vahid böyük olması hadisəsinin ehtimalını tapın. 2-dən 1 vahid böyük olması, yəni 3 olması ehtimalını tapın. Birinci zərin xalının ikincidən demək istəyir daha doğrusu. Burada ikincidən demək istəyir. Bir vahid böyük. Birinci zərin xalının ikincidən bir vahid böyük, yəni 2 və 1 düşməsini istəyir. 3 və 2 düşməsi, 4 və 3 düşməsi, 5 və 4 düşməsi, 6 və 5 düşməsi. Bu hallara baxırıq. Neçə hal var? 1, 2, 3, 4, 5 dənə hal var. 5 dənə hal var. Ümumi 2 zər atıldıqda mümkün hallarımız 36, əlverişli hallarımız da 5. Doğru cavabımız da 36-da 5. 24-cü sual. İclasda 300 nəfər arasında səs vermə oldu. 225 nəfər səs veribsə neçə faiz adam səs verib? 300-də 225, yəni 225 300-ün neçə faizini vurulsun? 100. 100 ilə sıfırlar ixtisar gedir. 225-də 3-ə bölürük. Bu da verir bizə 75. 75% insan səs verib. Keçirik 25 və sonuncu sual. Eni 18 desimetr, uzunluğu 24 desimetr olan otağa ən az neçə kvadrat şəkilli kafel düzmək olar? Ən azı neçə kvadrat şəkilli kafel düzmək olar? Demək, bunu tapmaq üçün biz nə etməliyik? Uşaqlar, baxın, düzbucaqlımızdır. Düzbucaqlımızın eni 18-dir, uzunluğu 24-dür. Kvadrat şəkilli kafel düzmək üçün elə hesab etməliyik ki, enə və uzunluğa kvadratın ölçüsü eyni olsun. Kvadratın bütün tərəfləri eyni daxil. Bunun üçün 18 və 24-dür. Yəni elə bir ki, məsələn, mən bir dənə kvadrat çəkirəmsə, bu kvadratın bura düşən hissəsi ilə bura düşən hissəsi eyni olacaq. Yəni 24 və 18-in ortaq bölənini tapmaq lazımdır. Bunun üçün əbobu tapmaq lazımdır. Ən az soruşduğuna görə neçə kvadrat düzmək olar? Əbob tapırıq. 24 və 18-in əbobu 6 eləyir. 18 desimetrlik yerə 6 desimetrlik kafel düzəcəksə, bura, yəni n boyunca 3 dənəsi gedəcək. Uzunluq boyunca da 4 dənəsi gedəcək. 3-ü vururuq 4-ə, deməli bizə 12 dənə kafel lazım olacaq. Belə, bu da oldu 25-ci sualımız.